Yuxadan tez bazar, asan və ləzzətli börək resepti axtarırsınızsa, bu video tam sizlər üçündür. Əvvəlcə 7-8 ədəd iri ölçülü dönər yuxasını yelpikvari formada büküb, bişirəcəyim listə yığıram. Siz soba listindən də istifadə edə bilərsiniz. Sosiskanı doğrayıb pizza pendirini sürgəcdən keçirdim. Başqa bir qaba yumurta, süd, duz əlavə edib çırpıcı ilə yaxşı qarışdırdım. Üzərinə doğradığım cəfərini sürgəcdən keçirdiyim pendirin yarısını əlavə edib yaxşı qarışdırdım. Doğradığım sosiskaları yuxanın arasına bu şəkildə aralıqlı məsafələrdə qoyuram. Əvəzinə kolbasadan da istifadə edə bilərsiniz. Hazırladığım qarışımı da börəyin üzərinə hər tərəfinə yayıb, kənarlarına qalan pendiri töküb, son olaraq üzərinə dur yağ əlavə edərək öncədən isitdiyim sobada bişirəcəm. Üzəri bu şəkildə qızaranda sobadan götürdüm, dilimləyərək isti-isti servis etdim. İstifadə etdiyim ərzaqları açıqlamalar bölməsində qeyd edəcəm. Zövqə görə miqdarlarını artırıb azaltmaq da olar. Çox-çox dadlı olur, mütləq yoxlamağa dəyər. Video sizlər üçün faydalı oldusa, bəyənməyi, paylaşmağı unutmayın. Səhifəni izləyib, rəy yazaraq mənə böyük bir dəstək olmuş olarsınız. İzlədiyiniz üçün təşəkkür edirəm.